Amma salam dostlar, bugün başlıqdan da gördüyünüz kimi sizlərə CapCut'da nasıl belə kaliteli videolar hazırlamaq olar göstərəcəm. Bundan əvvəl zəhmət olmasa kanala abunə olub like atmağı, bir də yorum yazmağı unutmayın. Videonu ötürmədən baxsaz sevinərəm, çünki bəzi yerlər var, qaçırsaz video kalitesi alına bilməz. Bir də 2-3 dənə vuruş göstərəcəm, onlara baxın, sonra keçək kalite. İndi isə keçək kalite yapımına. Bunun üçün birinci olaraq CapCut proqramını açırıq. Yəni CapCut açandan sonra göstərdiyim kimi videoda nə eləmişəmsə onu eləyirsiniz. Yəni kaliteye şey olacaq da. Deməli, buradan Construct'ı 2 eləyirsiniz, müsbət. Yəni videoda göstərdiyim kimi 2, doyğunluğu -2, sonra bu kəskinliyin yanındakı onu 40 eləyirsiniz. Hızlıda da bütün renkləri maviyə kimi olan bütün renkləri 5 eləyirsiniz. Yəni artıq heç eləməyin ki, kalite etməsin. 5 eləyirsiniz. Sonra qıraqda gördüyünüz ağarmanı 5, qararmanı da 2 eləyirsiniz. Ya 2 ya 3, yəni fərqi yoxdur onu. Bunları elədikdən sonra bir də bulanıqlıq var. Bu bulanıqlığı üçün də göstərdiyim yerə gedirsiniz. Motion Blur basırsınız, orada gördüyünüz qıraqda qaçan adam. Hamısını yəni blur, bir də blendi 7 eləyirsiniz. Basırsınız və gözləyirsiniz, olur. Bu qədər. Zəhmət olmasa kanala abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.